Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bugün aprel ayının 26-sı 2025-ci il. Yəqin ki, çoxunuzun yadındadır ki, bir müddət belə bir fikir səsləndirilirdi, xüsusən siyasi proseslərdə və siyasi dəhlizlərdə İlham Əliyevə mane olurlar, onu işləməyə imkan vermirlər. Bu fikir əlbəttə ki, onun atası Heydər Əliyevin komandası ilə bağlı idi. Bilirsiniz ki, 1993-cü ildən 2003-cü ilə qədər olan 10 il müddətində Heydər Əliyev İlham Əliyevə mane ola biləcək, ona müxalif ola biləcək, onu qəbul etməyən şəxsləri tam olaraq zərərsizləşdirildi. Bəzilərini öldürdü, bəzilərini sürgün elədi, bəzilərini də həbsxanaya saldı. Deməli, bu proses bir çox insanların gözü qarşısında baş verib və Heydər Əliyevin komandası, onun ətrafında olan adamlar Ramiz Mehdiyevdən tutmuş, Ramil Usubova qədər və Kemaləddin Heydərov və digər Əli İnsanovun özü və digər şəxslər ki, böyük bir komanda formalaşdırmışdı Heydər Əliyev. O komanda ümumilikdə İlham Əliyevin ətrafında idi. İlham Əliyev demək olar ki, təqribən 2015-ci ilə qədər məhz bu komandanın ətrafında fəaliyyət göstərdi. Ölkəni bu komandanın ətrafında idarə edirdi. Yadınızdadırsa, deməli, bütün hallarda ölkədə baş verən işsizliklə bağlı, ölkədə baş verən hər hansı bir cinayət hadisələri ilə bağlı hətta müəyyən adamlar, müəyyən nazirliklər, müəyyən məmurlar, müəyyən adam deyiləndə biz sıravi insanları nəzərdə tutmuruq. Biz konkret olaraq Heydər Əliyevin komandasında, sonra İlham Əliyevin ətrafında olan və onun hakimiyyətini möhkəmləndirən əsas məmur korpusundan söhbət gedir və deməli, günah keçisi kimi onların adı hallanırdı ictimaiyyətdə. Məsələn, uzun müddət Ramiz Mehdiyev prezident aparatının rəhbəri vəzifəsində çalışırdı və ölkədə bütün prezident idarə etmə üsulunda, yəni o icra strukturunda insanların təyinatı və işdən çıxarılması, təlimatlandırılması və s. Ramiz Mehdiyevin adı ilə bağlıdır. Hətta biz açıq şəkildə bunu da şahidlik edirdik ki, bir çox hallarda Ramiz Mehdiyevin deməli, bütün sahələrə müdaxilə etdiyi ilə bağlı ciddi şayələr yayıldı. Əziz izləyicilər, hətta bu vəziyyət o qədər inkişaf elədi ki, bir müddət sonra İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın İlham Əliyevə imkan verməməsi kimi şayələri də biz eşitdik və sonra ölkədə Əliyev-Paşayev mücadiləsini biz şahidi olduq. Hələ də o söhbət hələ də davam edir. Bunlar əslində nə üçün idi? Bunlar onun üçündür ki, İlham Əliyev yaxşıdır, ətrafı pis, ətrafı çalışmır, ətrafı imkan vermir işləməyə və s. və ilə axır şayələr əslində ona görə idi ki, xalqı, əhalini İlham Əliyevin ətrafında birləşdirsinlər. Deməli, mən düşünürəm ki, iki dənə əsas amil, Qarabağ amili və bir də bu İlham Əliyevə imkan vermirlər işləməyə bu tezis, İlham Əliyevin hakimiyyətinin, bu rejimin mövcudluğunu qorumaq üçün çox ciddi amillər olublar. Əlbəttə ki, Qarabağ məsələsi son illərdə demək olar ki, artıq öz təsir imkanlarını itirmək üzrədir. Amma buna baxmayaraq İlham Əliyev bu kartdan hələ də istifadə eləməkdə maraqlıdır. Çünki biz son günlər İlham Əliyevin xüsusən Ermənistanla bağlı səsləndirdiyi fikirlər və mütləq halda Ermənistanı deməli, mütləq bütün dövrlərə aid olaraq düşmən kimi təqdim etməsi və s. görünür İlham Əliyevin hələ bu kartdan istifadə etməsi niyyətindədir. Əziz izləyicilər, qeyd etdiyim kimi, deməli, uzun bir müddət biz İlham Əliyevə
kimlərsə maneə olur prinsipi ilə yaşamışıq və hətta deməli bu rejimin nə qədər çirkin və azğın, zalim bir rejim olduğunu, ümumiyyətlə bu rejimin mahiyyətini dərk edən subyektlərin bəziləri hətta bu yalan və şayə dolu tezislərə inanıblar ki, həqiqətən İlham Əliyevi Ramiz Mehdiyev qoymayıb işləməyə. Həqiqətən İlham Əliyevi, məsələn, Kəmaləddin Heydərov qoymur işləməyə və s. Amma biz görürük ki, artıq illərdir İlham Əliyev hakimiyyəti bütün tərəflərini, bütün sahələrini tək əldə cəmləyə bilib. Nə Ramiz Mehdiyev var, nə Kəmaləddin o Kəmaləddindir, nə Ramil Üsubovu var, nə digərləri var ki, o insanlar deməli İlham Əliyevin İlham Əliyev üçün maneə kimi təqdim olunurdu. Onların heç biri yoxdur. Amma nəticə dəyişibmi? Əslində heç bir nəticə dəyişməyib. Nəticə əksinə biraz da pisləşib. Yəni nəticədə biraz da biz deməli vəziyyətin ağırlaşmasını müşahidə edirik ki, məsələn, mən bir nümunə deyəcəm ki, illər əvvəl xüsusən 15-ci ilə 2015-ci ilə qədər, yəni bu təbii ki, müəyyən dövrlərdə öz təsir imkanlarını itirə-itirə gəlirdi, amma 15-ci ilə qədər, 15-ci ildən sonra vəziyyət çox kritikləşdi və hökumətin təhdidləri, təzyiqləri çox ciddi bir hal aldı. Amma o vaxta qədər ölkədə bir jurnalist səviyyəsi vardı, jurnalist fobiyası deyək, məmurlar tərəfindən. Yəni kimsə, mən jurnalistəm, mən filan qəzetin təsisçisiyəm ya redaktoruyam və yaxud da mən bu işə jurnalistika ilə məşğulam, hər hansı bir məmur qarşısında özünü bu cür təqdim edəndə məmur özünü yığışdırırdı və hətta müəyyən problemin bəzən tam və bəzən də qismən həll olunmasına nail olunurdu. Amma indi biz bu sahəni çox acınacaqlı bir vəziyyətdə gördük. Çünki bir cəmiyyətin deməli vəziyyətini analiz etmək üçün, təhlil etmək üçün, qiymətləndirmək üçün ilk olaraq onun ortada olan, üzdə olan şəxslərinin nə qədər sərbəst, azad, müstəqil olduqlarına baxacağıq. Biz görürük ki, əlbəttə ki, Azərbaycanda demək olar ki, jurnalistlərin böyük əksəriyyəti, hətta xanımlar bugün MDB ölkələrində demək olar ki, ən çox həbs olunan jurnalistlərin siyasına baxanda ikinci yeri səhv etmirəmsə Azərbaycan tutur. Bunu bir nümunə üçün mən dedim, amma bütün sahələri biz nümunə göstərə bilərik ki, həmən sahələrdə vəziyyət daha da ağırlaşır, problemlər daha da çoxalıb. Əziz izləyicilər, əslində bugünə qədər bizə təqdim olunan, cəmiyyətə təqdim olunan İlham Əliyevə maneə olurlar, onu işləməyə qoymurlar tezisi bu əhalini, xalqı İlham Əliyevin ətrafında birləşməyə xidmət edən bir proses olub. İndi isə biz görürük ki, artıq müəyyən məsələlər ki, ortaya çıxıb, bu məsələlərdən artıq istifadə etmək olmur. İlham Əliyev hakimiyyəti, şəxsən İlham Əliyev özü bu məsələni biraz genişləndirib, ya İranı düşmən tutur, ya ümumiyyətlə Ermənistana bağlı olan beynəlxalq gücləri bir dənə xəyali bir düşmən formalaşdırır, ya Avropa Birliyinin Azərbaycanına paxıllıq etdiyini, onun inkişaf etdiyini istəmir və yaxud da Amerika ilə bilirsiniz ki, Biden hakimiyyəti ilə xüsusən son vaxtlarında Azərbaycan, Amerika haqqında səsləndirdiyi fikirlər və s. Bunlar demək istəyirəm ki, artıq İlham Əliyevin ətrafında olan məmurları maneə kimi ki göstərilirdi bir müddət. İndi artıq bu maneə biraz beynəlxalq status alıb İlham Əliyevin düşüncəsində. Görürsün ki, Avropanı ittiham edir, Avropa Birliyi bizə lazım deyil, bizə o işləməyə qoymur. Avropa Birliyi sanki İlham Əliyevin, yəni Azərbaycanın inkişaf eləməsində, Azərbaycanda müəyyən deməli, işlərin müsbət halda görülməsinə sanki mane olurmuş kimi. Və yaxud da ya İranı ittiham edir, ya Rusiyanı ittiham edir, ya Ermənistanı ittiham edir və s. Bunlar əslində yenə də dediyim kimi əhalini İlham Əliyevin ətrafında birləşdirmək məqsədi daşıyır və ölkədə baş verən proseslərin gizlədilməsinə xidmət edir. Əslində İlham Əliyevə
maneə törədən, maneə ola biləcək heç kim yoxdur, heç bir qüvvə yoxdur. Ümumiyyətlə İlham Əliyevə niyə maneə törədilsin? Axı Avropa Birliyinin, Amerikanın və digər ölkələrin Azərbaycanın nəyin paxıllığını çəksin? Biz Azərbaycanın vəziyyətini, indiki durumunu şərh etmək üçün bir dənə məsələyə baxsaq kifayət edər ki, Azərbaycanda idxal və ixrac məsələlərinə, məhsullarına biz baxsaq, görərik ki, nə qədər böyük fərq var. Azərbaycan nə istehsal edir, nə hansı cəhətdən Azərbaycan deməli inkişaf edib ki, öndədir ki, digər ölkələr Azərbaycanla rəqabət şəraitində, ən azı rəqabət şəraitində onun inkişafına mane olmağa cəhd etsinlər. Əlbəttə ki, Azərbaycanın yeganə gəlir mənbəyi, yeganə güc mənbəyi neft və qaz sektorundan əldə olunan gəlirlərdir və büdcə məhz demək olar ki, bəzən müxtəlif fikirlər səsləndirirlər, amma mən düşünürəm ki, büdcənin 95%-dən çox məsələ neft və qaz sektorunda deməli gələn gəlirlərin hesabına büdcə formalaşır. Başqa sahələr müəyyən fikirlər səsləndirilə bilər. Axı başqa istehsal yox, sahibkarlıq yox, kənd təsərrüfatı ilə bağlı, məhsullarla bağlı hər şey ortadadır. Sənaye ilə bağlı ümumiyyətlə hər şey sıfırdır. Bir neçə dənə velosiped zavodu kimi bir şeylər hazırlanmışdı. Onlar da hamısı fəaliyyətini dayandırdı. Demək istəyirəm ki, əgər bir ölkə bazara, dünya bazarına çıxara biləcək, yəni heç bir şeyi istehsal etmirsə, digər ölkələr onun nə paxıllığını çəksin, ona niyə mane olsunlar axı? Bu neft də İlham Əliyevin və bu hakimiyyətin, bu rejimin düşüncəsinin, duhasının nəticəsi deyil ki, bu Allahın böyük bir nemətidir, Allahın hədiyyəsidir Azərbaycan xalqına və Azərbaycan xalqına Allahın verdiyi hədiyyəni bir qrup gəlib oturub bu hədiyyənin üstündə, o nemətin üstündə istədiyi kimi ondan istifadə edir və xalq da hələ ki bu məsələlərdə sükutla keçir. Bu da ayrı bir mövzudur ki, biz bu barədə zaman-zaman müəyyən təhlillər eləyirik, müəyyən söhbətlər aparırıq. Əziz izləyicilər, bizə aydın olmalıdır və biz bunu qəbullanmalıyıq ki, bugün İlham Əliyevin müxtəlif ölkələrin, Avropa Birliyinin və bəzi ölkələrin, elə Ermənistanın özünün də deməli özündən də xəyali düşmən düzəltmək və güya Azərbaycana baskılar olur tezisləri ilə müəyyən ictimaiyyəti məlumatlandırmaq, bu İlham Əliyevin növbəti idarəçilikdə manipulyasiyasıdır və istəyir ki, Azərbaycanı və özünü yazıq gündə salmaqla əhalinin öz ətrafında birləşməsinə nail olsun. Bunlar nə dünən, nə bugün, nə də sabah İlham Əliyevə mane olan olmayıb, olmur və olmayacaq. Bunlar hamısı insanları aldatmaq üçün olan bir manipulyasiyadır və bir bəhanələrdir. Azərbaycan əhalisi, Azərbaycan xalqı bunları gözəl başa düşməlidir ki, İlham Əliyevə mane olan